Məsələ güvəndir. Yaxşı zənn, gözəl ümid və davamlı ümidlə bəlaları özündən uzaqlaşdır. Rəbbinə güvənməklə Allah bilir. Səbr et və gözlə. Bəli, o bilir. O səni mükafatlandıracaq. Ey Rəbbim, sən nə qədər ucasan, nə qədər səxavətlisən. Düşünün. Allahın bu adı ilə yaşa. Allahın adlarını bilmək sadəcə Allahın adlarını saymaq deyil. Allahın adlarını o adlarla yaşamaqdır. O hər an eşidir, öz yolunda axıdılan göz yaşlarını da bilir. Ona görə nə deyir? Mən sizin bilmədiklərinizi bilirəm. Allah adları öyrətdi. Və mələklər nə dedilər? Bizim heç bir elmimiz yoxdur. Yalnız sənin bizə öyrətdiyin qədər. Şübhəsiz ki, sən hər şeyi bilən hikmət sahibisən. Və Allah təala buyurur, mən göylərin və yerlərin qeybindən xəbərdaram və bilirəm. Yəni, bilirəm və yenə mən bilirəm. Ümidli ol Allahın bu adı ilə. Onun elm başlanğıcdır və Allahla birlikdə olan elm heç vaxt kəsilmir, davam edir. Allah buyurdu, Adəm Rəbbindən sözlər aldı, öyrətdi. Ona görə də deməli, Allahın bu adı ilə yaşamaq, hidayət, qəlbin rahatlığı, gözəllik, Rəbbimiz bizi heç zaman tək qoymaz. Ya Alim, hər şeyi bilən sənsən. Allah təala bizi şeytanın aldatmasına tərk etməz. Allah təala buyur, əgər sənə şeytandan bir vəsvəsə toxunsa, Allaha sığın. Çünki eşidəndir, biləndir. Baxın, yenə alim sifəti. Əgər qəlbində şübhə və ya vəsvəsə hiss etsən, Allaha sığın. O səni gözəl bir müvəffəqiyyətlə qoruyar. Allah səninlədirsə, kədərlənmə, qorxma.